Доброе утро, народу мира, друзья, гости, которые заходят на мой канал, ставят лайки. Благодарю, будьте храним Богом, аминь. Good morning, Pulpus World, good morning, world, good morning, my friends woman, good morning, my friends man, good morning, my family, good morning, my friends, good morning, my brother, my sister. Thank you. Welcome, please, my channel. Thanks. You. Thanks, People's World. Thanks you, God. Thanks you, God. Thanks you, God. Amen. 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 Singer. Mother Sevda. Grandmother Sevda. Dünya halkları, milletler, insanlar, sabahınız hayır olsun. Allah eteğinin üstünde güzel saklasın. Bütün dünyasını tehlikelerden, qəzalardan korusun. Amin. İndi mən bir 5-6 mahnımı gene okuyacağım. Kalsın kanalımda. Belki vətəndən, Azərbaycandan hansı bir müğənni görəcəksə götürsün, oxusun. Sözləri də mənimdir, musiqisi də mənimdir, bəstəsi mənimdir. Əgər xainlik eləsələr, öz adlarına keçirsələr, nəysə Allah'tan qorxmasalar, Allah'ın cəzası onların üstündə olacaq. Çünki Yaradan bilir ki, bu bacarığı mənə verib. 95-ci ildən Rusiyada musiqi bəstələyirəm. Audio kasetlərimdə, magnetofonda hamısı var. En güzel, ürəyə yatan, tamaşaçının, insanın xoşuna gələn bir 7-yə yaxın mahnılarım var. Amma qalanları 23, 24, 22-dir ya 20-dir. Dəftərimdə yazılıb, kasetlərimdə də yazılıb, hamısını oxumuşam. Amma en çox bir 7'ye yakın mahnılarım çok güzeldi. Çok. Hit demek hit. Elə insan olmayacaq ki, xoşuna gəlməsin. Sözləri də, musiqisi də. Özüm də məhtəl qalıram ki, nətər oldu mən. Bu mahnı yazmağımın kumirim Niyaməddin Musayevə hər dəfə deyirəm, roliklərimdə həmişə deyirəm. Ekranda da onu görəndə deyirəm, ömrün uzun olsun qardaşım. Niyaməddin Musayev, sənətkar, tanış olmasaq da dostum adlanır. Güzel sənətkardır, sevilen sesi var, talantlıdır. Onun birinci mahnısı, Allah onun birinci mahnısının vasitəsilə, Niyaməddinin vasitəsilə mənə musiqi bəstələməyi verdi. Oxuyanam, xənəndəyəm, uşaqlıqdan, cavanlıqdan neysə uzatmayacağım. Vaxtım yoxdur. Amma heç ağlıma gəlməzdi ki, mən musiqi yazam. İncə sənət adamıyam, amma musiqi ağlıma gəlməzdi. Do, re, mi, fa, sol, la, si'dən başqa heç nə bilmirəm. Amma indi hər gün mahnı yazmaq istəyirəm. Hər gün bir şey yazmaq istəyirəm. Şeiri uşaqlıqdan bilirəm, yazıram, heç. Ona söz yox. Qəzetlərdə də var. Gəncənin Komünist qəzetindəcə çıxırdı şeirlərim. Cavanlığımda orada olanda. Neyse, indi oxuyum. Evdə təkəm, uşaqlar şəhərdəki evlərinə gediblər. Oğlumun 55 yaşı tamam oldu. Dünən doğum günüydü. Şəhərdəki evinə gediblər. Orada da keçirəcəklər. Allah hamınızın balanızı qorusun. Bütün anaların, tək balalarını, tək oğlanlarını, qızlarını qorusun. Mənim də gözəl balamı qorusun. Amin. Bütün uşaqları qorusun. Təkcə təkləri yox, amma təkləri ətəyin altında gene qorusun. Amin. İndi deyirəm, bir 5-6 mahnı, hələ çay zad da içməmişəm. Namazımı dəstəmaz elədim, namazımı
bitirdim. Dedim ki okuyum. Onlar evde olanda çəkilirəm biraz hardasa. Neyse, hem renge bakıram bak oradan. Zavur Nəbioğlu verilişe başlayıb. Ben de burada öz rengime bakıram. Allah hamınızı korusun, üstünüze yar olsun, amin. 4 dilde danışıram, yazıram, pozuram. Ağdamda bütün devlet organlarının tərcüməsiydim, teatrdan başqa. Əməkdarlığımı 1985-ci ilin noyabrında verilib mənə. Amma Elmar Qasımov, Aydın Kuliyev kollektivdən gizlətdilər mənim əməkdarlığımı. O dünyada görüşəcəyik onlarla. Kim ki mənə pislik eləyib, satqınlıq eləyib, o dünyada Allah Teala bizi üzləşdirəcək. Allahın divanını o keçilməzdir. Hamımız orada duracağıq. Amma Yaradan bilir ki, mənim bir insanlığa qarşı bir günahım olmayıb. Heç kimə pislik eləməmişəm. Millətçi deyiləm. Millətçi deyiləm. Heç millətçi deyiləm. Bütün millətçilərin cəzası Allahın əlindədir. O dünyada deyəcək Allah. Mən səni yaratmışam, başqasını yaratmayacaqdım. Sən kimdən artıqsan? Sənin də 2 gözün var. Danışan dilin var, ağzın var. Nəfəs alan burnun var. Eşidən qulağın var. Düşünən beynin var, vermişəm, ürək vermişəm. Allah soruşacaq, deyəcək, sən kimsən ki, yaratdığın başqa bir insana düşmançılıq eləyib sənə. Yadınızdan çıxartmayın. Bağdadın, İrak'ın o canisi Saddam Hüseyin, siz bilmirəm, onun haqqında bilirsiniz, bilmirsiniz. Amma mən onun bir qohumu ilə hələ Ağdamdaydım. Moskvada, Mərkəzi Komitədə, Kırmızı Xaçda, Aypara Kırmızı Xaçında tanış olmuşduq. Anar qızıydı adı, Anar. Onda Saddam hələ Karol deyildi, səhv eləmirəmsə, padşah deyildi. Neysə, o dedi ki, Saddam Hüseynin qohumuyam, mən Bağdadlıyam. Məktublaşırdıq, Ayda bir dəfə məktub gəlirdi mənə. Xeyli. Sonra Qarabağ vasitə hadisələrindən sonra məni xilas elədilər. Ondan sonra əlaqəmiz kəsildi. Neysə, əzizlərim, deməyim odur ki, Saddamı Allah Teala cırıq şalvarla cəmaat üsyan elədi. Bağdad bütün insanlığı qorxusundan yeraltı bunker deyilir də. Gizlən qaç, ya belə bir şey. O bunkerdə mən çəkmişəm videolarımda, kanallarımda var. Adnaklasnik'ta da var, Facebook'ta da var, varımdı. Koymuşam, çəkdim, koydum. Saqqalı köbəyinə dəyir. Çırıq, tük, üzü, tüklü, biabırçı vəziyyətdə, yerin altında. Elə bir vəziyyətdə, elə asıldı, öldü, o dünyaya getdi. İnsanlara zülm eləyirdi. Ayıp da olmasın, Ayaq yolunun oturduğu o unitaz qızıldan idi. Qızıl. Ne yapardı? Orada ya, o tərəfdə hələ onun başına Allah Teala ne oynatacaq? Açır da belki. İnsan bu dünyada ölür, canını verir, gelir. Ama o dünyada təkcə Allah bilir. İnsanın bu ət bədəni, sümük bədəni yerdə qalır, torpaqda qalır. Ruhunu o tərəfdə hansı bir cildə salır, yaşadır. Allah bilir. Yaradıcılığının açarları, sirri Allah'ın elindədir. Allah'ın elindədir insanlar. Allah'tan qorxun. Düşmançılığı koyun qırağa. Müharibə tərəfdarı olmayın. İnsanpərvar olun. Neyse. Qurban olun Allah'ın varlığına. Allah'tan başka hiç kim yoktur. İşte insanlık hiç kimdir. Geldi gider Allah'ın yarattığı, nefes verdiği canlılarıq. Neyse, sabahınız xeyir olsun. Çərşənbə axşamıdır. Çərşənbə axşamınız xeyir olsun. Amin. İndi erməni dilində də sabahınız xeyir deyim bütün millətlərə. Bari Lus, bari Arabut, Aşkar Kmolorak, Gerkragundi, Жоғовұртнер, Azger, Bulur Жоғовұртнер, Bulur Ntanikner, Maskuçun,
Papikner, tatikner, akçikner, tığaner, zer arabotu barilini, zer orere bariansni, zerin tanikneri, ansav, anpatuhas, aprek, asfas pahi paşpani bolorit, paterazinleri kohuna kismiyek, satanayın mizah vesek, satanayı serumunasek, asfas pahi paşpani cez bolorit, amin. İlk mahnımı okuyorum. Sana salamlar olsun Niyameddin Musayev. Üz-üzə gəlməmişik. Mən səni ekrandan bilirəm. Azərbaycanda da, Rusiyada, bizim vətənin ekranlarına baxıram. Kanallarına baxıram. Amma sən mənə doğma qardaş kimi oldun. Çünki sənin mahnın, Allah sala sənin vasitəsilə, sənin yazdığın mahnının vasitəsilə mənə də musiqi yazmağı bacarıq verdi. Adı Həsrətdir. Genç kadın, gelin, cavan, hayat yoldaşı, neft taşılarında qaziyə uğrur, batır dənizə, tapa bilmirlər. Bu əziyyət çəkir, əziyyət çəkir, əziyyət çəkir. Hər gün gedir dənizin qırağında, sahildə oturur, ağlayır. Hər gün, hər gün, hər gün, hər gün. Mənim yazdığım o içime gələn nəzərimdə elədir, elə canlandırıram. Adına Həsrət qoymuşam. Sözləri də, musiqisi də mənimdir. Ey kanalıma daxil olan, birdən uğurlasanız, eləsəniz deyin. Sözləri də, musiqisi də, bəstəsi də Sevda nənənindir Rusiyadan. Eləməsiniz, Allahın cəzası bağışlanmazdır. Çünki halal mənimdir, mənim. Mən ömrümdə anamın cibinə də girməmişəm. Yaradanım bilir, mənim sahibim, o bacarığı mənə verdiyi, mənə talant verdiyi Yaradan, hamımızın sahibimiz bilir. Bizim evdə də heç kimin cibinə girməz. Adından günüm olubdu, cavan olmuşam, bir ürəyim bir şey istəyib. Başqa tanış evində də yaşamışam, olmuşam. Mən bir şeye haramlıq eləməmişəm. Qarabağdan məni xilas edib qoruyanda Rusiyada bir kafeye geçmiştim. En çetin günümdeydi, en çetin. Heç nəyim yox idi. Bir çamadan geyimimi xilas eləmişik. General Levedin vasitəsilə Ağdamın KKB-sinin indi FSB adlanır. Təhlükəsizlik İdarənin rəhbəri Tofiq müəllimlə Allah rəhmət eləsin. Sağdırsa salamlarım olsun. Gözəl bir insan idilər. Çünki onların da tərcüməsi idim. Neçə dənə kömək eləmişəm. Bir böyük cinayət işi var idi. Ona kömək elədim, açdılar. Neysə. Tofiq müəllimlə Lebed məni xilas ediblər. Ən o qanlı günlərdə. Kafede oturdum, kofi içtim. Oğlum əsgərlikdəydi. Tamah düşdü mənə. Tamah demirəm mən ona. Məcbur oldum. Oradan balaca çay qaşıqları. Çünki Ağdamda dolu evim var idi. Evime girən deyirlər ki, bu o buz kahalarına oxşuyur. O kadar xrustalım var idi ki, qab-qaşıq sevənəm. Axmaqlıq. En çok sevdiğim qab-qaşıqdır. En çok sevdiğim. Xrustalı ümumiyyətlə sevirəm. Baxırsan təmizdir. Təmiz. İnsanın ürəyi də keşilə parlaq, təmiz olsun. Hamısının. 100% insanlığın. Ama heyif ki şeytan körlüyür. Neyse, oradan mən bir neçə dənə balaca belə kofi kaşığı, çay kaşığı götürdüm. Hem bir canım beni incitti, utandım, götürdüm. İnanırsınız, inanmırsınız. Çıktım. Bedenim titriyirdi. Getdim sonra yoldan qayıtdım, getirdim. Utandım girəm koyam stola. Orada bir yolun qırağında
Trotuarın şeyine koydum. Dedim Allah'ım bağışla beni. Koydum oraya, dedim kim götürse. Onsa elə belə evden diyor ki ticaretti. Alış satış yerinden götürmüşəm. Ticarette insanları alıp aldadılar. Böyle bir şeydi. Al ver. O da al ver kimi bir şeydi. O yadımdan çıxmır. Bak görürsünüz. Onu elədim. Vicdanım, Allah'ın mənə verdiği o ürək, o vicdan. O getirdim, onu koydum. Trotuarın üstüne, dedim kim götürse oğru tapacaq, onlara halal olacaq. Ama ben onu aparsaydım, isteseydim, mənə haram idi. Deməyim odur ki, vicdanım təmizdir. Nə səhvlərim olubsa, mənim sağlamlığım olub. Əsəbləşib bir şey eləmişəm. Kimdənsə incimişəm, dalaşmaq da sevmirəm. Qeybət heç sevmirəm. Qeybət eləyənlərə nifrət edirəm. Ağdamda, teatrda məni tanıyan, yaşlanmış qonşularım varsa, məni yada salırlarsa, onlar bilir. Bir adamın qeybətini eləmərəm. Bizim evdə də, başqasının evində, mən en alçaq şeydir. En alçaq millətçilik, qeybət, şər, böhtan insan üçün, hər bir canlı üçün, hər bir insan üçün, heyvanları demirəm. İnsan üçün alçaq şeydir. Alçaq şeydir. Qeybət eləməyin. Şər, böhtan atmayın. Eğer bir şeyi görürsünüzsə də içinizdə saxlayın. Allah görür. Eğer mən bir şey eləyirəmsə Allah görür. Mənim içimi oxuyur, ürəyimi oxuyur. Allah görür. Mənim vicdanım nə yerdədir. Səhvimi də, günahımı da görür. Hamımızı görür. Qeybət eləməyin. Heç kimə qarış döyüş eləməyin. İncinməmək, küsməmək mümkün olmur. Çünkü insanlığın içinde, qonşuluğun, qohumluğun içinde o kadar şər, böhtan insanlar, şeytana uyanlar çoxdur. Neyse, Allah ürəyinizə təmizlik versin, ferah versin, sizə sağlamlıq versin, ailənizi korusun. Amin, amin, amin. Xatirələr, xatirə kimi çəkirəm. Məni Allah Taala öz bildiği vaxt, öz istədiyi vaxt aparsa da kimsə baxıb nəsə deyəcək, belə bir nənə olub. Thank you my friend this woman. Thank you my friend this man. Thank you people's world. Thank you God. Thank you God. Thank you God. Amen. 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 Welcome please my kanal. Birinci mahnım həsrət qoymuşam adına. Nəzmunu elə belə xırda dilində ki, dənizdə batmış bir oğlan hakkında yazmışam. Həsrətli gözlərim yolda qalıbdı. Gözləyirəm səni, niyə gəlmirsən? Gözləyirəm səni, niyə gəlmirsən? Yuxuma girirsən hər gün, hər gecə. Sahildə səninlə qaçırıq. Yuxuda qaçırıq sahil boyunca. Uyanıb görürəm, yoxsan yanımda. Uyanıb görürəm, yoxsan yanımda. Kövrəlib, qəmlənib, ağlayıram mən. Kövrəlib, qəmlənib, ağlayıram mən. Ağlayıram mən, kövrəlirəm mən, kövrəlirəm mən. Gel 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 gel, sevgilim gel gel, gözüyürəm gel. Gözyaşım sel kimi axır qəlbimdən. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm mən, niyə gəlmirsən, niyə gəlmirsən? Gel 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 gel, sevgilim gel gel, gözləyirəm gel. Gözyaşım sel kimi axır qəlbimdən. Gözləyirəm səni hər gün, hər axşam.
Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm mən, niyə gəlmirsən, niyə gəlmirsən? Gəl, 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 gözləyirəm, gəl, evimizə gəl. Dağlar tək, saçıma ağdan dən düşüb, gözlədiyim illər yel kimi ötür. Gözlədiyim illər yel kimi ötür. Səni gözləməkdən ömrüm qısalır, qısalır günlərim qəmdən kədərdən. Qısalır günlərim qəmdən kədərdən. Qəmdən kədərdən, qəmdən kədərdən, qəmdən kədərdən. Qısalır günlərim qəmdən kədərdən. Gel, 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 sevgilim gel, gel, gözləyirəm gel. Gözyaşım sel kimi axır qəlbimdən. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm mən, niyə gəlmirsən, niyə gəlmirsən? Gəl, 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 gözləyirəm gəl, sevgilim gəl, gəl. Gözyaşım sel kimi axır qəlbimdən. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm mən, niyə gəlmirsən, niyə gəlmirsən? Gəl, 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 gözləyirəm gəl, sevgilim gəl, gəl. Oturub sahildə qəmli kədərli, baxıram dənizə gözlərim nəmli. Baxıram dənizə gözlərim nəmli. Dalğalar hirslənir, döyür sinəmi. Dalğalar hirslənir, döyür sinəmi. Gözləmə, bağırıb çağırırlar məni. Dalğalar hirslənir, çağırır məni. Dalğalar məni, çağırır məni, qoynuna məni. Gəl, 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 sevgilim gəl, gəl, gözləyirəm gəl. Gözyaşım sel kimi axır qəlbimdən. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm mən, niyə gəlmirsən, niyə gəlmirsən? Gəl, 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 sevgilim gəl, gəl, evimizə gəl. Gözyaşım sel kimi axır qəlbimdən. Gözləyirəm səni hər gün, hər axşam. Gözləyirəm mən, niyə gəlmirsən, niyə gəlmirsən? Gəl, 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 gözləyirəm gəl, evimizə gəl, gəl, gəl. İndi də namərdlər haqqında yazdığım bir mahnını oxuyacağım. 5 nəfər namərd Ağdamda
mənə şər atan, böhtan atan o dünyada onlarla görüşəcəyik. Cəmilə Rəsulova Məmmədova, Eyvaz Əliyev, Nazir Rüstəmov, ən başında olan Şuşanın Bülbülün Muzeyevinin müdiri olan, indi özünə yer tapan, Ermənidən doğulmuş Fəxrəddin Hacıyev, Qərvəndin müəllimi Təhmasib, o hardan gəldi onlara ilişdi. Bu 5 nəfərin adına qəşəng gözəl bir mahnı yazmışam satqınlıq haqqında. Dağlar, dağlar, ulu dağlar, başı qarlı, qarlı dağlar, siz yol verin mənə, gedim çıxım vətənimə. Bir də baxım, bir də baxım, namərdlərin gözlərinə. Bir də baxım, bir də baxım, namərd dostun gözlərinə. Bir də baxım, bir də baxım, Fəxrəddinin gözlərinə. Dağlar, dağlar, ulu dağlar, başı qarlı, qarlı dağlar. Dağlar, dağlar, ulu dağlar, başı qarlı, qarlı dağlar. Dağlar, dağlar, sıra dağlar, tarixləri yazan dağlar. Siz yol verin mənə, gedim çıxım vətənimə. Bir də baxım, bir də baxım, namərd dostun gözlərinə. Bir də girim evimizə, bir dolaşım bağımıza. Dağlar, dağlar, ulu dağlar, başı qarlı, qarlı dağlar. Dağlar, dağlar, ulu dağlar, başı qarlı, qarlı dağlar. Dağlar, dağlar, sıra dağlar, yamaçları güllü dağlar, ay güyürlü, ceyranlı dağlar. Siz yol verin mənə, gedim çıxım vətənimə. Yollarımı bağlamayın, ürəyimi dağlamayın. Gedim görüm vətənimi, söndürün bu həsrətimi. Gedim görüm vətənimi, söndürün bu həsrətimi. Gedim görüm Ağdamımı, söndürün bu həsrətimi. Dağlar, dağlar, ulu dağlar, başı qarlı, qarlı dağlar. Dağlar, dağlar, ulu dağlar, vətənimə baxan dağlar. Ağdamıma baxan dağlar. Hələ çay da içməmişəm, boğazım həm də 80 yaşım var. Allah sizi də 100'e çatırsın. Uzun ömür versin, sağlam, sakit, temiz sema altında yaşayış versin size. Amin. Bəzən sözləri də bir də olur ki, sözləri yer dəyişiklikdən oxudum. Üzr istəyirəm. Amma müğənnilər, sənətkarlar kim qulaq asa görəcək ki, neysə də elə belədir o. Yüngülvari səhvdir. Yollarına baxa baxa darıxıram deliyim, gözüm qalıb
Kapınıza çıkmıyorsan eyleyim, pencerene taş atıram, duymuyursan eyleyim, pencerene taş atıram, duymuyursan eyleyim. Neyleyim, neyleyim, söyle yarım neyleyim, söyle yarım, söyle yarım, söyle yarım neyleyim, söyle yarım, söyle yarım, söyle yarım neyleyim. Deli könlüm her gün seni görmeyi sen eyleyim, bu dudaklarım dodağından öpmeyi sen eyleyim. Bu kullarım belini berk kucmak sen eyleyim. Bu kullarım belini berk kucmak sen eyleyim. Neyleyim, neyleyim, söyle yarım neyleyim. Söyle yarım, söyle yarım, söyle yarım neyleyim. Anamı ben size elçi gönderdim yar neyleyim. Sizinkiler yok deyibler, yok deyibler neyleyim. Komşuların söz söhbəti təngə gətirib neyliyim? Komşuların qeybətləri təngə gətirib neyliyim? Neyliyim, neyliyim, söylə yarım neyliyim? Söylə yarım, söylə yarım, söylə yarım neyliyim? Bu pabıqlı qardaşların hədəliyir neyliyim? Sənə görə utanıram, mən susuram neyliyim? Mecburam ki seni götürüm, kaçırım yar neyleyim. Mecburam ki seni götürüm, kaçırım yar neyleyim. Neyleyim, neyleyim, söyle yarım neyleyim. Neyleyim, neyleyim, söyle yarım neyleyim. Neyleyim, neyleyim, söyle yarım neyleyim. Mecburam ki seni götürüm, kaçırım yar neyleyim. Sen küçemizden keçende, sen gıgacı boylananda, hörüklerin yerlenende seni gördüm ben. Sen küçemizden keçende, sen gıgacı boylananda, hörüklerin yerlenende seni gördüm ben. Seni gördüm ben, seni gördüm ben. Seni gördüm ben, seni gördüm ben. Seni gördüm, seni sevdim, seni sevdim ben. Seni gördüm, seni sevdim, seni sevdim ben. Noruz bayram akşamında, tongalların qırağında, semeniler canlananda seni gördüm ben. Noruz bayram akşamında, tongalların qırağında, semeniler canlananda seni gördüm ben. Seni gördüm ben, seni gördüm ben. Seni gördüm ben, seni gördüm ben. Seni gördüm, seni sevdim, seni sevdim ben. Seni gördüm, seni sevdim, seni sevdim ben. Bahçanızda gül derende, güller senle öpüşende, gözlerimiz bakışanda seni gördüm ben. Bahçalarda gül derende, güller senle öpüşende, gözlerimiz bakışanda seni gördüm ben. Seni gördüm ben, seni gördüm ben. Seni gördüm ben, seni gördüm ben. Seni gördüm, seni sevdim, seni sevdim ben. Seni gördüm, seni sevdim, seni sevdim ben. Dağlar bizim dağlar olsun. Yollar bizim yollar olsun. Dağlar bizim dağlar olsun. Yollar bizim yollar olsun. Dostlukların yolu olsun. Dertken bizden, dertken sizden, elimizden uzak olsun. Dersken sizden, dersken bizden, elimizden uzak olsun. Buz bulaklar bizim olsun, mavi deniz bizim olsun. Dersken sizden uzak olsun, dersken sizden, dersken bizden, elimizden uzak olsun, obamızdan uzak olsun. Yollar bizim yollar olsun, gül çiçekler bizim olsun. Yollar bizim yollar olsun, ömrümüzün yolu olsun.
Dostlukların yolu olsun, dert gəm sizdən, dert gəm bizdən. Elimizden uzak olsun, obamızdan uzak olsun, insanlıktan uzak olsun, insanlıktan uzak olsun.